Selamun Aleyküm ve Rahmetullah Berekatuhu. Aleykümselam. Allah elimizə xeyir bərəkət versin. Necə edək ki, ixlaslı olaq hər əməlimizdə? İxlaslı olmağa kömək edən ən böyük səbəblərdən biri, sən biləsən ki, sən nə edəcəksənsə, nə iş görəcəksənsə, birinci növbədə Allahın razılığıdır hər bir əməldə. Çünki mükafatlandıran da Allahdır, etdiyimiz günahlara görə cəzalandıran da Allahdır. Və o gündə, qiyamət günü, Maliki yevmiddin, din gününün sahibi olan Allah yalnız o mükafatlandıracaq. Və sən də biləsən ki, o gün Allah Taala bəzi insanlara xitab edəcək, riyakarlara. Yəni ixlaslı olmayanlara. Allah onlara xitab edəcək. Deyəcək ki, bu dünyada kimin üçün əməl etmişdinizsə, gedin onların yanına. Görün mükafatınızı onların yanında tapacaqsınız. Əlbəttə ki, tapmayacaq. Adam bu ayətdə işləndə deyir ki, subhanallah, deməli mən Allahdan qeyrisini qəsd eləsəm əməlimdə insanların razılığı, şan, şöhrət, tərifi, Allah qiyamət günü məni onlarla başa-başa qoyacaq. Deyəcək, madəm mənim üçün yox, onlar üçün əməl etmişdinsə, ged onların yanına səni mükafatlandırsınlar. Savabı, əcrivi, mükafatı onun yanında tapacaqsan, vallahi tapmayacaq. Riyakar onların yanında heç bir əməl tapmayacaq. Ona görə bu hədis göstərir ki, insan əməldə riyakar olmalı deyil, ixlaslı olmalı. Çünki əməllər Allah üçün olmalıdır. Bizə salih əməlləri əmr edən kimdir? Allah. Etdiyimiz günahlardan çəkindirən Allah, o günahlara görə cəzalandıran da Allahdırsa, qardaşım. Deməli, insanların bir tərifinin mənə xeyri yoxdur, eləcə də onların məzəmmətinin də mənə zərəri yoxdur. Əgər sən bir əməldə ixlaslısansa, insanlar səndən razı qalmasalar da, vallahi narahat olma. Olur da bəzi əməllər edirsən, insanlar səndən razı qalmır. Salih əməldir, bu Allahın dinidir, sən bunu eləyirsən. Allah razı salmaq üçün, Allahın qəzəbindən qorxduğuna görə, insanlar olur səndən narazı qalsın, sənə qəzəblənsin bu əmələ görə. Amma deyirsən, yox, bu əməl Allah üçündür. Allah buyurub, mən də onu edəcəm. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsində var, mən onu eləyəcəm. İnsanlar məndən razı qalmasar. Nə deyirlər, qoy mənə desinlər. Bu qınağın, bu məzəmmətin sənə bir zərəri var. Allah and olsun yoxdur. Çünki Allah eləmişəm, çünki Allahdır məni mükafatlandıran. Əməlləri tərk etsən, buna görə qınayan da Allah olacaq. Həmçinin bir əməl edirsən, səhv bir əməldir. Allah narazıdır səndən. Razı qalmır bu əmələ, lakin insanlar razıdır. Yaxşı, bu tərifin bir xeyri varmı? Qoy hay səni tərifləsə, ay maşallah, yaxşı oğlansan, düz eləmirsən, belə elə, amma əməlin özündə nə var? Allahın qəzəbi var, Allah razı deyil bu əməldən. Lakin insanlar razıdırlar. Onların tərifinin, onların razılığının sənə bir xeyri varmı? Yoxdur, əksinə Allahın qəzəbi var, sənin əleyhivə olacaq qiyamət günü. İnsan bunları biləndə həmişə çalışır ki, ixlaslı olsun. İxlaslı olan qulları da Allah sevər. Allah subhanahu taala, biləsən, iblislə diyaloqunda nə deyir iblisə? İblis and etir ki, mən sənin qullarını yoldan çıxaracağım. Allah da nə deyir? Deyir, yalnız ixlaslı olanlardan başqa. Sən onlara toxuna bilməyəcəksən. Sənin onlara zərəri toxunmaz. Və bu şeydə alimlər buyurublar ki, insanın vəsvəsələrdən qurtulmasının ən gözəl yollarından biri, müalicə növüdür, insanın ixlaslı olmasıdır. Bəzən insan üçün vəsvəsələr gəlir. Deyir ki, qardaş, hər əməlini çalış ixlaslı ol. İxlaslı artıq inan ki, o vəsvəsələr sənə toxunmasın. Və sən bunu biləndən sonra təbii ki, qardaş, ixlaslı olacaqsan və biləcəksən ki, əməllər yalnız Allahın rızasını qazanmaq üçündür. Hansı əməl olursa olsun, istəyir böyük bir əməl olsun, istəyir kiçik bir əməl olsun. Əgər sən Allah'a razı salmaq istəyirsənsə, əməl Allah üçün olmalıdır. Fərqi yoxdur, nə əməl olursa olsun. İnsanlar narazı qalsalardır. Sən ona məhəl qoymayacaqsan, əməl edəcəksən. Bax, bu səni ixlaslı olmağa yardım edir. Yəni, etdiyin əməldə birinci növbədə Allahın razılığıdır. Kim nə deyir desin. İnsanların tərifi də səni aldatmasın. Heç bir faydası yoxdur, əgər Allah səndən razı deyilsə. Ona görə dilləri tək bir nəfəri razı salmaq, yəni bir varlığı razı salmaq rahatdır, yoxsa milyonlarla, minlərlə. Allah təkdir, düzdürmü? Təkdir, amma insanlar çoxdur, düzdür? Sən Allah'a razı salsan, insanlar səndən razı qalacaq. Amma sən çalışsan ki, mən hamını razı salım, bu qeyri-mümkündür. Əksinə görəsən ki, Allahın razılığını qazana bilməmişsən, əksinə qəzəb qazanmısan. Elə ondan sonra bir tək olan Allah'a razı sal, Allah Taala sənin qəbulunu onların qəlbinə salacaq. Allah da bir qulunu sevdisə, Allah da kimi sevir? İxlaslı qullarını. Allah Taala Cəbrail əleyhissalamı çağırar, deyək ki, Cəbrail, mən filan qulumu sevdim, sən də onu sev. Və Cəbrail əleyhissalam da gedər səma əhlinə xitab edər mələklərə. Rəbbiniz filan qulu sevdi, siz də o qulu sevin. Və mələklər də o qulu sevər, sonra Allah-u Teala o qulun qəbulunu, yəni o insanı bütün yer üzərində onun qəbulunu yazar. Yəni insanlar onu qəbul edərlər. Bu belədir. Həyatında da təcrübədən keçirə bilərsən. Olursa, görürsən ki, bir müddət bir çətinlik olur ibadətlərdə, əməldə. İnsanlar görürsən,
razı qalmır, narazı qalırlar və s. Sənin əməlindən və s. salih əməlindən. Amma bir müddət keçəndən sonra görürsən artıq səninlə də dostlaşırlar, səndən razı qalırlar, hətta səni tərifləyirlər. Niyə? Çünki sən Allah üçün elədin, o əməli tərk eləmədin. Dedin, Allahın razılığı mənim üçün mühümdür. İnsanlar nə deyir, desin. Və sonunda görürsən, elə olub gəlir ki, bir müddət sonra vallahi insanlar da səndən razı qalır. Az olub belə şey. Məsələn, ən bariz nümunələrdən biri nədir? Biz saqqal saxlayırıq. Bu, şəriətimizdə var. Bugün artıq elə bir həddə çatıb ki, hətta namaz qılmayanlar saqqal saxlayanlar var. Dinsiz imansız ki, saqqal saxlayır. Əvvəl nə idi? Buna pis baxırlar. Lakin bugün buna moda kimi baxırlar. Hər bir halda bizim lehimizə işləyir. Artıq görürsən, saqqal məsələsi əvvəl kimi elə çətin deyil. İndi belə deyək də, əvvəllər saqqal saxlamaq çətin idi. Düzdür, qardaş? Bir müsəlman cavan oğlandı və ya müəyyən bir yaşa gəlib saqqal saxlayır. İnsanlar həmən qəbul eləmirdilər. Lakin bir müddət keçəndən sonra səndən razı qaldılar, səni sevdilər, səni hörmət elədilər. Hətta dedilər ki, sənin kimi müsəlman əsl müsəlmandır. Belə müsəlman olmaq lazım. Lakin dünənə qədər nə deyirlər? Məsələn, Vahabidir, saqqal saxlayır və s. Saqqala görə pul alır. Amma indi nə deyirlər? Deyirlər ki, nə qədər insanlar var, vallahi bugün deyirlər ki, elə düzgün yolda olan sizlərsiniz. Saqqal dinimizdə var. Biraz da başa salanda deyirsən, qardaş, elə dədə babalarımızın saqqalı olub da. Köhnə kişilərin şəkillərini çəkilərdi, indi orada, burada olur da şəkillər. Hətta bizə bu məsələdə irad tutan rafizlər belə görsə, imamların şəkillərini çəkəndə qardaş, hamısı saqqallı kişilərdir. Düzdür, biraz bəzək zad verirlər, qanatdan, matdan, rəngdən zaddan. Hər bir halda, yəni, saqqallı kişilərdir də. Amin səndən razıdırlar. Hətta indi bugün özləri belə səni dünən qınyanlar, bugün vallahi saqqal saxlayırlar. Nə qədər rafizlərdir, nə qədər əşarilər bugün var ki, cavanların görsən dəvətçilərini, hamısı saqqaldadırlar. Amma onların dəvətçiləri, əndə gedənləri deyirlər ki, bunlar saqqala görə pul alırlar. Lakin bugün özləri deyirlər ki, saqqal dinimizdə var. Elə bu saqqalı Azərbaycanda sünnədir deyən, Allah'ın olsun, əhl-i sünnə və cəmaat olub, sələflər olub. Onu özləri də hamısı yaxşı bilir. İstəyir rafizisi olsun, istəyir digər müxaliflər olsun. Əşarilərdən, maturidilərdən. Azərbaycanda saqqalı din olaraq yayan əhl-i sünnə və cəmaat olub, sələf cəmaat olub. Allah hamısından razı olsun, Allah onlara bərəkət versin. Yolda nə qədər səbr edən qardaşlar olur, bu sünnəni yaşatmaq üçün, sünnəyə dəvət etdiklərinə görə. İndi bəzi fikirləşir ki, saqqal da nədir ki, buna görə belə çox şey edirsiniz? Xeyr, elə deyil. Dində bizim üçün hər məsələ önəmlidir. Allah hamd olsun. Yəni bizdə balaca, böyük məsələ söhbəti belə deyək də, belə bir önəm kəsb eləmir. Bu sünnədə gəlibsə bizim üçün sevimlidir. İstəyir belə deyək də, kiçik bir əməldir və ya bəsit bir əməldir, istəyir də belə əzəmətli bir əməldir. Sünnədə gəlibsə, bəli, bizim üçün sevimlidir. Təbii ki, indi əmələ görə mükafat da fərqlidir, biz bunu deyirik. Lakin edirik də, fərq etməz. Çalışırıq ki, sünnədə nə vardı olub, hamısı yeni yetirək. İstəyir bu bəsit bir əməl olsun, istəyir çətin bir əməl olsun. Allah hər bir işdə bizə yardım eləsin bu sünnələri yeni yetirməkdə. Və ixlaslı olandan sonra insanların bir məzəmməti sənə təsir edən deyil. Əksinə, Allaha razı qalacaqsan, sonunda Allah dedi edəcək ki, onlar da səndən razı qalacaqlar. Bunu bilməyin kifayət edir ki, əsas Allaha razı salmaqdır. Məni o gün mükafatlandıran da Allah olacaq. Əgər Allahın dinində hər hansı bir əməldən dala qalsam, günah eləsəm, məni cəzalandıran da Allah olacaq. Ki, insanlara nə tərifi, nə də onların qınağı, məzəmməti səni aldatmasın, çaşdırmasın. Sən Allahı razı sal, bu sənə kifayət edər. İxlaslı olmağa da yardım edən şeylərdən biri də budur. Bir də ayə hədislər oxuyacaqsan, görərsən ki, nə qədər ixlasla bağlı ayə hədislər. Onlar oxuyanda da insanın imanı artır, ixlaslı olmağa çalışırsan. İndi o məqam o məqam deyil. İnşallah vaxt olar bir gün ixlas haqqında geniş bir dərs götürərik. Hər bir halda insan bir əməldə sabit qalmaq istəyirsə, o əməldə qabağa getmək istəyirsə, o əməllə bağlı ona ayə və hədisləri oxusun. Salih sələflərin sözlərini oxusun. O ona kömək edəcək ki, o əməldə davamiyyətli olsun, sabit olsun. Allah bizə hər bir salih əməldə davamiyyətli eləsin, sabit eləsin.